Doğrudan da mı Qərbin təkcə əlində olan fakt ondan ibarətdir ki, Rusiya nüvə silahına malikdir, ona görə NATO ora qoşun göndərə bilmir. Yəni NATO qoşun göndərə bilmirsə, ən azından Ukraynaya verilən silahların istifadə edilməsinə də razılıq verə bilərdi. Nə üçün buna getmir? Və Zelenskidən çağırış oldu ki, hazırda vəziyyət kifayət qədər ciddidir. 50 minə yaxın qoşunu var, ordusu var Kurskda. Belə olduğu halda bizi daha çox uzaq mənzilli raketlərlə təmin etməlidirlər. Ancaq bu çağırışa da cavab verilməyib. Hazırda nəzərlər Biden administrasiyasının artıq dediyimiz kimi hakimiyyətdə qalma dönəmi 2 ay qalıb. Bu müddətdə Antony Blinkenin Qərbə səfəri var. Səfər çərçivəsində ən çox danışacağı mövzu ondan ibarət idi ki, Ukraynaya daha çox yardım edilsin. Xüsusən də Avropa ölkələri buna gedəcəkmi? Belə olduğu təqdirdə Zelenskini nə gözləyir? Hər birinə nəzər yetirəcəyik. Xüsusən də meydandakı vəziyyətə baxacağıq. Hərbi ekspert Ramil Məmmədli ilə əlbəttə ki, bu dəyərləndirməni həyata keçirəcəyik. Ramil bəy, xoş gəlmisiniz, xoş gördük. Xoş gününüz olsun. Təşəkkür edirəm Şəbə. Minnətdaram. Ramil bəy, pozitiv olaraq başlayırıq. Ancaq meydandakı Ukrayna ilə bağlı xəbərlərə baxdıqda vəziyyətin bir qədər Rusiya üçün yetərli deyil. Qarşıda daha gərgin döyüşlər görünür, döyüşlər olacaq və Rusiya artıq öz istədiyinə bu istiqamətdə də çatıb. Söhbət nədən gedir? Mən məsələyə nəzər yetirmək istəyirəm. Xüsusən də vurğuladınız Donetsk istiqamətində Rusiya tərəfi irəliləməkdədir. Və bu Kurskdakı hadisələrdən sonra baş tutdu. Yəni burada hazırda Ukrayna müdafiəsiz mi qaldı? Qoşunlarını Kurska çəkdi deyə. Nə üçün burada itirməyə doğru gedir? Mən elə çox uzaq tarix deyil. Kurskda əməliyyat başladığı gündən bir neçə gün sonra bu studiyada fikirlərimi səsləndirmişəm. Təkrar olaraq da istəyirəm ki, tamaşaçılar bundan bağlı bu fikirlərimi daha geniş formada dinləsinlər. Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin elit, nümunəvi hərbi birləşmələrinin əməliyyata cəlb edilməsi və o ərazidə Rusiyanın dərinliyinə doğru həmin bölmələrin aparılması Ukraynanın Donetsk, Zaporojye istiqamətində, Xerson istiqamətində, Xarkov istiqamətində, Sumsk vilayəti, Sum vilayəti istiqamətində mövqeylərinin itirilməsinə səbəb oldu. Nəzərə alsaq ki, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı o qədər də çox deyil, yəni Rusiya ilə nisbətdə, müqayisədə o qədər də çox deyil və belə olan halda nümunəvi hərbi birləşmələrin, daha döyüşkən, bacarıqlı döyüşçülərin, hərbiçilərin
Kursk istiqamətinə, Rusiyanın dərinliyi istiqamətinə yönəldilməsi əlbəttə ki, həm müdafiə xəttinin, həm əks hücum əməliyyatlarının, həm də hücum əməliyyatlarının ümumiyyətlə effektivliyinə problem yaradır. Və məhz ona görə də bugün Rusiya silahlı qüvvələri artıq əvvəlki kimi deyək ki, raket zərbələrinin dəstəyi ilə irəliləmirlər. Yalnız artilleriya bölmələrinin 152-155 millimetrlik artilleriyanın dəstəyi ilə və kiçik aviasiya, yəni kiçik çaplı aviasiya vasitələrinin, söhbət dronlardan gedir, pilotsuz uçuş aparatlarından gedir. Onların dəstəyi ilə yerüstü əməliyyatların miqyasını genişləndirirlər. Artıq cəhbə xətti Ukrayna silahlı qüvvələr üçün həddindən artıq böyüyüb və sürətli hücum əməliyyatları müdafiə xəttinin birinci və ikinci eşelonunun təmin olunmasına maneə yaradır, problem yaradır. Bu vəziyyətdə Ukraynanın qarşısında duran yalnız bir yol var. Mən bunu deməkdə məcburam. Bir yol var. Ən azı müəyyən dövr üçün qısa da olsa atəşkəsə nail olub, səfərbərliyi daha da artırmaq və həmçinin Avropadan və digər ölkələrdən, qərb ölkələrindən döyüşçüləri cəlb etməklə silahlı qüvvələrin komplektləşməsini yenidən formalaşdırır. Avropa döyüşçüləri verəcəkmi? Hələ uzaq mənzilli raketlər də təmin etmir bu öz yerində. Söhbət ordudan getmir, söhbət muzlu döyüşçülərdən. Muzlu döyüşçülərdən nəzərdə tutursunuz. İndi Ukraynanın aqibəti nə olacaq bəlli deyil. Yeri gəlmiş ki, bir informasiya da ondan ibarətdir ki, Tramp tezliklə Ukrayna üzrə bir xüsusi elçi təyin edəcək. Məhz prosesin danışıqlarla davam etməsi üçün. Siyasi tərəfindən vaxtımız yetərsə nəzər yetirəcək. Amma az əvvəl də vurğuladım. Qərb mediası davamlı olaraq Trampın seçilməsindən sonra Ukraynanın uduzduğunu, meydanda təkləndiyinə dair informasiyalar tirajlamaqdadır. Financial Times iddia edir ki, Ukraynadakı mənbələrinə istinadən dekabr ayına qədər Ukraynanın, yəni Donetsk istiqamətində Rusiya ordusu təxminən 30-35 kilometr irəliləyəcək. Yəni biz hazırda baxdıqda mən nəzərə alıb, daha da mı irəliləmək nəzərdə tutur? Mən hesablamalara görə hazırki məntəqədən, deyək ki, Uqledar istiqamətindən, burada əsas məqsəd mən deyim sizə, bu Dnepr çayı boyunca bir xətt var, Zaporojye şəhərinə paralel olaraq, aşağıda Xerson vilayəti və yuxarı istiqamətdə, deyək ki, Xarkov istiqamətinə bu xətti tamamilə götürmək. Görürsünüz, xəritədən də görünür ki, artıq burada bir mühasirə halqası formalaşıb. Böyük mənada Ukrayna silahlı qüvvələrinin bir mühasirə halqası formalaşıb. Bu, böyük xəritədə bu cür görünür. Amma kiçik ərazilərdə də eyni analoji vəziyyətlər mövcuddur. Məsələ burasındadır ki, hərbi əməliyyatların aparılmasında
onun tezislərinin fikirləri buydu. Həm də Qərbin digər, Avropanın digər ölkələr üçün. Əksinə, Trump bugün Ukraynanın xilaskarıdır. Əgər Trump dediklərini eləyə bilərsə, Ukraynanı bu vəziyyətdə qoruyub saxlaya biləcəksə, onda zaman gələcək, belə deyək, belə bir zarafat yana da desək, Ukraynalılar Trump üçün heykəl qoymağa məcbur olacaq. Daha betər ola bilər deyirsiniz. Nə qədər zərəri nə qədərindən dönsələr kardır, yararlıdır deyirsiniz. Yəni hazırki məziyyətdə, amma Qərb doğrudan da əvvəlcədən davamlı şəkildə lazım olan silahlar versəydi, bəlkə Ukrayna üçün bu xəritə üzərində danışmazdı. Mən bir neçə bu silah texnika ilə bağlı bir neçə məqamı... Kursku da ekranları getirib, bir neçə məqamı qeyd eləmək istəyirəm. 2022-ci il fevral ayının 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif ərazilərdən Ukraynaya daxil oldular. Daha əvvəl də Donetsk, Lugansk ərazisində var idilər, Krımda var idilər və əraziyə daxil oldular. Bu hadisə 2022-ci ilin fevral ayının 24-ündədir. 2018-ci ildə Zelenski hakimiyyətə gəlib, prezident seçilib. Ondan əvvəl isə 2014-cü ildə, yəni o hakimiyyət çevrilişi, dəyişikliyi nəticəsində Yasenyuk, sonra isə Paraşenkonun, Yasenyuk baş nazir idi, sonra isə Paraşenkonun prezident seçkisi dövründə artıq bu ölkə, yəni Ukrayna, Amerika meyilli, Amerikanın bir bölgəsi kimi, yəni strateji bir tərəfi kimi, ərazisi kimi mövcud idi artıq. Paraşenko dövründə də, ondan sonraki dövrdə Zelenskinin hakimiyyətə gəldiyi ilk illərdə də 2018, 19, 20, 21, 4 il ərzində Zelenski hər dəfə Ukrayna silahlı qüvvələrinin daha ciddi silah texnika ilə təmin olunması ilə bağlı həyəcan təbili çalırdı, həyəcan siqnalı çalırdı. Amma buna baxmayaraq hər dəfə gözlə, problem deyil və s. kimin fikirlərlə əhalini, Ukrayna hakimiyyətini aldatdılar, uzatdılar və nəticədə Rusiya Silahlı Qüvvələri qısa bir müddət ərzində böyük bir ərazini ələ keçirə bildilər, işğal edə bildilər. Məsələ bu qədər sadədir. Yəni, və bunun əsas səbəbi də bu sürətli, belə deyək, effektiv nəticənin Rusiya tərəfindən əldə olunmasının əsas səbəbi təkcə belə deyək, silah texnikanın çoxluğu deyildi. Həmin dövrdə xatırlayırsınızsa 2022-ci ilin fevral ayında bir çox yaşayış məntəqələrinə Rusiya Silahlı Qüvvələri döyüşsüz daxil olurdular. Yerli əhali onları söyürdü, bəziləri, daş atanlar var idi, nə bilim, və s. etiraz edirdilər, yığışırdılar hökumətin binasının qarşısına, yaşayış məntəqəsində, icra hakimiyyəti binasına etiraz edirdilər. Bu, həmin dövrdə belə Ukrayna, həmin ərazilərdəki belə deyək, strateji məntəqələrinin mühafizəsini təmin eləyə bilmədi. 2014-cü ildə aydındır. 2014-cü ilə qədər Ukrayna Rusiya ilə strateji tərəfdaş idi və bütün şərqi Ukrayna ərazisi arxa cəhbə bazaları idi, hərbi hissələri idi. Əsas döyüş bölmələri öndə idi. Amma hazırki vəziyyətdə, yəni 2014-cü ildən sonraki dövrdə faktiki olaraq Ukraynanı Qərb, hər şey olduğu kimi demək lazımdır, əliyalın və nəticəsiz bir Rusiyanın bir, belə deyək, ayının, Rus ayısının qarşısına attı. İndi parçalanırmı Ukrayna? Hazırda nə mənada ayının qarşısına atırsa parçalanır, bu şəkildə fikrimi davam elətdirmək istəyir. Kritik nöqtələrdən biri də Kurskdur. Zelenski sonuncu çağırışında vurğuladı. Kurskda Rusiya tərəfindən 50 min əskər var. Təbii ki, burada Şimali Koreyadan gətirilən əskərlər də var. Sayı 10 min, 12 min fərqli rəqəmlər səsləndirilir. Və əgər ona qarşılıq olaraq Avropa və yaxud Qərb dövlətləri dəstək verməsə, vəziyyət kritik olacaq deyilir. Uzaq mənzilli raketlərlə təmin olunsun, qeyd olunur. Uzaq mənzilli raketlər hazırda döyüş mənzərəsinə baxdıqda dəyişəcəkmi Ukraynanın xeyrinə vəziyyəti? Birincisi, uzaq mənzilli raketlər 1500-2000 kilometrdən artıq uzaq məsafədə hədəfi məhv edən raketlərdir. Yəni taktik raketlərdir, ballistik raketlərdir. Ukrayna ərazisində bu taktik və ballistik raketlərin dislokasiyasını, yerləşməsini təmin etmək hazırki vəziyyətdə olduqca çətindir. Çünki ölkənin bütün ərazisi Rusiyanın kəşfiyyat bölmələri, yəni həm canlı olaraq, həm də müxtəlif aviasiya vasitələrindən, peyk vasitəsilə bütün dəyişikliklər nəzarət altında.
Rusiya Osmanlı müharibələri, bu gördüyümüz ərazilərdə Kuban, Donetski, Donbas bu ərazilərdə gedib. Yəni bu əhali daim müharibənin içindədir. Hər yüzildə, əsrdə qüvvələri Zaporojye şəhərinə, Zaporojye vilayətində də müxtəlif strateji məntəqələri ələ keçirə biləcəklər. Təəssüf ki. Rami bəy, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Bəli, Ukraynanın aqibəti necə olacaq? Xəritə üzərində danışdıq. Bu hissəni yekunlaşdırıq. Qısa reklam fasiləsindən sonra qarşınızda olacaq.